Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-nin xüsusi gündəmindəsiniz. OTV-nin xüsusi gündəminin bu dəfəki qonağı tanınmış yazıcı Əlisan Nicatın ailəsidir. Daha doğrusu gəlini Badam Hüseynova və oğlu Üzeyir bəy. Badam xanım 2 ilə yaxındır ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Onun övladı da ağır epilepsiya xəstəsidir və onlar maddi durumlarının yaxşı olmadığını və xəstəliklə müalicədən əziyyət çəkdiklərini və maddiyyata görə müalicə oluna bilmədiklərini deyirlər. İndi onların çağırışını, daha doğrusu qədir bilən xalqımıza çağırışını, səslənişini sizə təqdim edirəm. Salam, mən Hüseynova Badam Musadızı, Əlisan Nicatın gəliniyəm, tanınmış yazıcı, filosof Əlisan Nicatın gəliniyəm. 2 ildir xərçəng xəstəliyindən əziyyət çəkirəm, get-gedə səhhətim pisləşir. Buna baxmayaraq övladım 9 ildir ağır epilepsiyadan əziyyət çəkir. Ağırdır demək olar, dərmanlar da qəbul etsə də. Ondan əlavə mənim övladım 4 ildir, 5 ildir skalyozdan əziyyət çəkir. Skalyozuna da bel ağrısı, skalyozuna toxunma, həkimlərdə toxunma olmaz, amma qovrulur. İmkanım olmadığına görə özümə müalicələr etdirib və yaxud uşağımı hansı həkimlərə aparıb, nədən keçirməyə də maddi durumumuz imkan vermir. Vəziyyətimiz get-gedə ağırlaşır. Hətta Əlisan Nicatın da imkanı ona çatmır ki, bizə dəstək olsun. Əlindən gəldiyini edir, o da pensiyaya baxır. Yoldaşımdır, 200 manata işləyir. Özüm heç bir yerdə işləmirəm. Səhhətim də get-gedə pisləşir. Hətta görünür də, gecələr, gündüzlər də yata bilmirəm, gəzə bilmirəm, ağrılarım möhkəmlənir. Yəni, həkimlərə müraciət etməyə imkanım yoxdur. Məndən əlavə övladım ali məktəbə daxil olmayına baxmayaraq, amma gedə bilmir, dondurulub, səhhəti pisdir. Yəni, o da əziyyət çəkir, baxmayaraq, anayım da 2 ildir xərçəng xəstəliyindən ağır əziyyət çəkdiyimə görə, övladıma görə sadəcə qorxur ki, mən olmasam övladım nətərli, gözümüzün ağ qarası bircə balamız var, o da kimi beləcək. Xahiş edirəm, imkanlı şəxslərdən, xahiş edirəm, hərisin əlinizdən dəstək olmayı gözləyirəm. 1 manatdan olsun, 5 manatdan sizdə bizə dəstək olmayı xahiş edirəm. Maddi durumumuz çox pisdir. Kamilləri ödəyə bilmirik, hətta soğuk havalardır da, yəni istiliyimizə ehtiyacımız var. Ən çox da davadarmanaya ehtiyacım var, həkimlərə ehtiyacım var ki, bir həkimi özümü göstərim, övladımı göstərim. Xahiş edirəm sizdən, sizdən gəldiniz gələrəm, ana, bacılar, qardaşlarım, mənim əziz qardaşlarım, mənim qeyrətli qardaşlarım, bir şəhid bacısının səsinə səs verin. 1993-cü ildə Qarabağda, Zəngilan işğal olmuş torpaqlarda Mənsim Əbilov şəhid olub. Heç məzarı da yoxdur. Allah heç ana bacıya göstərməsin. Çağrısı ikən məktəbin adını daşıyır. Məktəb qardaşımın adını daşıyır. İtkindir. Nə məzarı var, nə bir şey. Xahiş edirəm sizdən şəhid qardaşlarım, əziz qardaşlarım, qeyrətli qardaşlarım. Mən anaya, çarəsiz anaya bir dəstək olun, övladıma, özümə bir müalicə edim. Yoldaşım da 200 manata işləyir. Çox çarəsiz vəziyyətdə. Əlisan Nicatın da vəziyyəti göz qabağındadır. O da qulluğuna sığışdırıb, heç kimdən müraciət edirəm, heç kimdən köməkli istəməm. Xahiş edirəm sizdən, mənim kart hesabımı əlinizdən gəldiyiniz köməkli göstərin. Namaz əhliyəm. Dualarım hər zaman sizdən, hər istərsiniz, sevdiklərinizlə olur. Allah sizləri qorusun. Ümumiyyətlə, bax, müalicə olunursunuz da, müalicə xərcləri nə qədər müalicə üçün pul lazımdır? Bəli, buyurun. İnanırsınız qardaşım əlindən gəldiyini mənə müalicədir. Əməliyyatlarımdır, 2 dəfə əməliyyat olmuşam. Bir dəfə dekabr keçənin 25-ci ilin. Dekabrın 5-i əməliyyat oldum, 1 dərəcəli onkoloji xəstə idi. 3 dekabr 2024, Nə şua 2025. Nə şua olundum, nə ximiya olundum. Ona baxmayaraq 5 ay ərzində o da ki, pristat verdi, necə deyərlər, limfa düyünlərimə. Buracan kəsilmişəm, limfalarım, 19 limfa çıxadılıb, o da xərçəng, 3-cü dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkir. Gün-günə pisləşirəm, gün-günə vəziyyətim ağırlaşır.
Buna baxmayaraq əriyirəm, sümüklərimin ağrısını heç yana da gedə bilmirəm. Gərək əlimdə nəsə olsun ki, bildirim ki, mənə müalicə olsun, yüksək müalicə olsun, vaxtı-vaxtı nəzarət olsun. Həkim nəzarətinin altında deyiləm. Sadəcə elə ağır kəsicat vururam, ondan yaşayıram. Xərçəng xəstələri üçün ümumiyyətlə dərmanlar pulsuzdur. Dövlət xəstəxanalarında müraciət eləmisinizmi? Etməmişəm. Sadəcə həkim deyir ki, dözməlisən. Heç mənə müalicə də yazmayıblar, sadəcə dözməlisən. Amma bir neçə analizlərdən keçməliyəm. O da ki, pulla keçirilir. Şəhid ailəsi olduğuma görə bir dəfə birinci əməliyyatda keçirdilər məni. Köməkli elədi, Allah razı olsun. Amma ikinci əməliyyatda özüm də görürəm ki, heç belə də mənə maraqlanma istəmirlər. Çünki orada pulsuz getdiyim yerlər pulsuz olduğuna görə belə də ciddi yanaşılmır mənə. Zalım pula görə qurban gedirəm demək olar. Buyurun Zeyir bəy, müalicə ilə bağlı sizin hər hansı bir müraciətiniz varsa, eşidək sizdən. Yoldaşım qeyd elədi ki, bəli, o 2024-cü ildən xərçəng diaqnozu qoyulub, 2 dəfə əməliyyat olunub, hətta ikinci əməliyyatda şüa müalicəsi də alıb. Həkimlər də deyir, yəni şüadan sonra bu ağrılar olur belə. Amma o dərmanlar zətdir, onlar hamı analizlər pulsuz. Əslində pulsuz olmalıdır, amma apteklər pulsuz vermir. Yəni bu dəqiqə elədir ki, yəni heç bir həkim pulsuz da olanda olan belə başdan sözü yəni məsuliyyət daşımırlar. Özdə o əməliyyat sanən odur, lazerlə olmadı, ağır əməliyyat idi. Ona görə, çünki lazerdən bahadır, 4-5 30 şüa olmuşam. O xəstəlik limfa deyinləri belədir ki, o ağrılar boyda verir, sinəyə zaten yəni. Analizləri hətta nə bilim, orada zob gedir. Bunlar da müalicə dərmanlar lazımdır. Dərmanlar da bilir ki, bahadır, çox yəni o belə vəziyyətdədir. Qeyd etdi ki, atam 400 manat pensiya alır, mən də 200 manat maaş alıram. Ayda cəmi 200 manat alırsınız və 3 nəfərlik ailə o 200 manata baxır. Bir də 400 manat pensiya, 600 manat. Yəni, o da Əlisə müəllim pensiyasıdır. Yəni belə kitabda hərdə bir satılanda da orada kitab belə də alan yoxdur. Yəni belə kommunal şeyi çatdıra bilmirik. İşıqdır, qaz elə hər gün 5 manat gedir, su puludur, hələ mən yemək digər şeylər. Mən belə başa düşdüm ki, bu qışın soyuğunda elə mütəmadi olaraq qaz, demək 24 saat qaz istifadə eləmirsiniz də, yəni fasilələrlə. Fasilələrlə məhsulun günortaları söndürür ki, özdə limit keçəndə qiymət də dəyişir, o limit birinci, ikinci limit. Yəni belə vəziyyətlər. İnşallah dərdinizə çarə eləyərlər və qədirbilən xalqımızdan mən də bir daha xahiş eləyirəm ki, aşağıda gördüyünüz kart hesab nömrəsinə siz də öz ianələrinizi göndərə bilərsiniz. Son olaraq soruşmaq istəyirəm ki, övladınızın müalicəsi ilə bağlı nəsə demək istəyirsinizmi? Onun müalicə xərcləri nə qədərdir? Qardaş, demək olar ki, övladımın bir dəfə müraciət elədim. Surxay müəllimə müraciət edib, Hacı Surxay müəllimə. Bizə gəlmişdi, Əlisə müəllimə görüşdük. Mən də onda uşaq nevrolojide olmuşdum. Dedim, bəs məni heç bəs efirə çıxardın ki, uşağıma orada müalicə olsun. Uşağım dedi, Surxay müəllim dedi ki, onun müalicəsi ağırdır. Siz oraya məktub müraciət eləyin, mən orada bildirəcəyəm. Nəysə, mən getdim də, müraciət elədim, məktub da göndərdim. Sonra Surxay müəllimlə əlaqə saxladım. Nəysə, bizi qəbul etmədilər. Cezar Baxşəlimin verişinə çıxır ki, orada mənim körpəmə müalicə olunsun. O da heç kim bizə üz göstərmədi. Daha doğrusu, elə gözlə zəng gələcək heç bir şey. Heç bir yerdə, amma mənim övladıma yüksək müalicə lazımdır. Ağır epilepsiyadır. Demək olar ki, balamın dərdi məni bu hala qoyub. Allah heç anaya göstərməsin. Balam çobalanı çırpılır, gücüm çatmır. İndi də səhərdən pisləşir. Bir ağzını çırpılsam, onu qaldıramam, qolum necə işləmir. Səhərədən can verirəm, xeyləmdən sonra başlayır qoluma hərəkət eləmir. Saçımı uşağım darıyır, başımı uşağım bağlayır, qızım bağlayır.
Gün-günə də səhhətim pisləşdiyimə görə bilmirəm balam necə olacaq. Haskılara da var belə ağır. Skoliyozu da var, yoxdur. İmkanlı şəxslərdən xahiş edirəm, mənə kömək olun. Heç olmasa balamı bir skoliyoz həkiminə göndərin, ona müalicələr, ona ola bilər. Üzücülük lazım, idmanlar, bəzi şeylər var, onlar olunmalıdır. Sadəcə onlar da hamı pulla olduğuna görə. Hətta bir dəfə Lala Azərtaşın verişində həkim var idi, orada adı da fikrimdən çıxıb. Ona yanına apardım, bildirdim bir şəhid bacısıyam da mənə bir kömək eləyin uşağımı. O da 700 manat məndən pul tələb elədi. 700 manat. Mən də borc kart ora-bura müraciət elədim, qardaşımın oğlundan. Hətta indi də borcuyam. 500 manat ondan aldım ki, 12 dəfə uşağa 1 saat seans olundu. Heç nə, o bir kurs. Ondan sonra da imkanım olmadı, vara bilməli. Axı, hansı pulla aparım? Dediniz ki, övladınız universitetə daxil olub, amma gedə bilməyib. Nə vaxt daxil olub? Təzəlikcə yoxsa çoxdan? İndi hal-hazırda oxuyur yoxsa? Yox, dayandırıb təhsili sentyabrda daxil oldu. Ödənişlidir. Qərbi Kaspia Universitetinin kollecinə daxil oldu. Aha. Amma dərsə gedən anda uşağın nevrolojida hal-hal çevrildi. Yəni videoları var, həkimlər təsdiq. Bax, sənədlər uşağımındır. Bunlar övladımındır. Yəni övladımın sənədləri çox oldu. Bu da sənədlər mənimdir. Burada da bildirilir ki, 3-cü dərəcə xərçəng mənəm. Uşağımın da ki, tez-tez tutmaların kağızları. Yəni savadım yoxdur, mən savadsız qadınam. Ona baxmayaraq, yəni o da təsdiq o 2-ci qrup 50 ildir mənim qızım. Yəni özüm də göz qabağındayam. Yəni imkanım yoxdur. Heç olmasa balamın gözü açıq ikən, xərçəng xəstəliyi elə bir şeydir ki, onun ömrü yoxdur, o insanların ömrü olmur. Yəni müalicələrlə biraz ömür uzatmaq olur. Mənim də heç imkanım olmadı. Ancaq övladım üçün yanıram ki, övladım necə olur. Baxmayaraq 18 yaşı tamam oldu yanvarın 7-si. Amma mən ona epilepsiya olduğuna görə bütün nəzarəti öz üzərimdə, başı üstə əsmişəm də, heç bir işdir, müraciət edilməmişəm, bir də məsəb eləməsin, artıq sözdür. İraq olsun, mənə bir şey olarsa o necə olacaq bilmirəm. Kim onun nazını oynayacaq? Nazını oynayan bu qədər, bu yaşa gəlib çatdırmış, istər Üzey müəllim ola, istər özüm olam. Allah kömək olsun. Xalqımız böyük xalqdır və inanıram ki, hər şey yaxşı olacaq və onlar sizin səsinizi eşidəcək və iyanələrini göndərəcəklər. Elhamdülillah. Xərçəng xəstəliyi elədir ki, o klinikada müalicə lazımdır. Hətta bəzən dövlət dəstələri ilə olur xaricdə müalicəsi. Yəni bu çox belə şey oldu, bilirəm də. Təşəkkürlər, çox sağ olun, minnətdaram sizə. Sizin varınızın qardaşım. Sağ olun, sağ olun. Belə hörmətli tamaşaçılar, ümid edirəm ki, Badam xanım Hüseynovanın eyni zamanda Üzeyir bəyin çağırışına səs verəcəksiniz və onların aşağıda görülən kart nömrələrinə, hesab nömrələrinə öz maddi yardımlarınızı və iyanələrinizi köçürəcəksiniz. Allah amanında.